Məni sənin iradənə əməl etməyi öyrət. Çünki mənim Allahım sənsən. Sənin ruhun yaxşıdır. Düz yer üçün mənə yol göstər. Zəbur 143:10. Qapılarım sənin önündə açıqdır. Yollarım sənin addımlarının həsrətini çəkir. Gün boyu səni gözləyirəm. Səhər erkən səninlə görüşmək üçün yanına gəlirəm. Səni səsləyirəm. Əlimi uzadıram ki, onu tutasan. Qulağım sənin səsin üçün darıxır. Gözlərim yollarına baxır. Nəfəsim gün boyu səninlədir. Hər yerdə, hər zaman ruhum səninlədir. Əziz balam, sən məni axtarsan, məni görəcəksən. Çünki mən heç bir zaman səni tərk etmirəm. Amma sənin istəyin olmadan heç bir şey edə bilmirəm. Gözlərini qaldır və mənə bax. Mənim yollarımı axtar. Mən səni aparacağam. Səni salihlik yolları ilə yanıma gətirəcəyəm. Hər səhər mən səninlə görüşə gəlirəm. Hər gün səni ziyarət üçün aşağı düşürəm. Məni axtar, axtarsan tapacaqsan. Məni səslə, səsləsən eşidəcəksən. Kör kimi əllərini sürtə-sürtə axtar məni. Məni görəcəksən. Məni qəlbinlə axtar. Mən sənin qəlbində yaşayacağam. Mənim iradəm sənin, məni axtarmağındır. Mənim məqsədim sənin xilasındır. Mənim hədiyyəm sənə verəcəyim yeni həyatdır. Əziz balam, xahiş edirəm axtararsan, mütləq tapacaqsan.